Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər, müəllimlər və şagirdlər. Demək, biz bu videomuzda dəyər test toplusundan biokimyası bölməsinə aid olan testlərin açıq tipli test tapşırıqlarının izahını verəcəyik. Qapalı tipli test tapşırıqlarını bundan öncəki video izahımızda vermişdik. Başlayırıq birinci sualda. Birinci sualda deyir ki, məlumat rentinin zülal molekulu kodlaşdıran hissəsində 81 adenin var, 104 dənə sitozin var, 94 dənə urasil var, 102 dənə guanin azot əsası vardır. Bu hissədəki riboza və ortofosfat turşusu qalıqlarının sayının cəmini hesablayın. Zaten hər bir nukleidin tərkibində bir ədəd riboza, bir ədəd də ortofosfat turşusu qalığı olduğuna görə biz bu nukleidləri toplasaq, elə ribozanın da sayını tapacağıq, ortofosfatın da sayını tapacağıq. Yəni 81 üstə gəlsin 104, üstə gəlsin 94, üstə gəlsin 102. Bunları topladığımız zaman deməli bu eləyir 198, 200, 381. 381 eləmiş olur. Bütün nukleidlərin sayı. Hər bir nukleidin tərkibində də riboza və ortofosfat turşusu qalığı olduğuna görə 381 ribozadır, 381 də ortofosfat turşusu qalığıdır. Ona görə də cavabımız cəmlədiyimiz zaman 762 ədəd edir. İkinci sualda bizə deyilir ki, cədvələ əsasən x plus y plus z bərabər nəyə? ATF molekulunda ortofosfat turşusu qalığının sayı 3-ə bərabərdir. Makroçik rabitənin sayı 2-yə bərabərdir. Azot əsasının sayı 1-ə bərabərdir. Cəmləyəndə cavabımız olur 6. Üçüncü sualda deyir ki, müəyyən vaxt ərzində bitkidə 150 qram glikoza sintez olunmuşdur. Bu zaman həmin bitkiyə neçə litr oksigen əmələ gəlmişdir? Glikozanın reaksiyasına əsasən belə iddia 6 mol karbon qazı, 6 mol su yaranırdı glikoza və 6 mol oksigen. 180 qram glikoz reaksiyaya daxil alınanda 6 vurulsun 22,4 litr oksigen əmələ gəlirdi. Bəs 150-yə nə qədər olacaq? X qoyacağıq. Hesabladığımız zaman 150 vurulsun 6 vurulsun 22,4 litr bölünsün 180. Və bu da bizim cavabımızın 112 litr olduğunu göstərəcək. Yəni, üçüncü sualın cavabı 112 litr olacaq. Dördüncü sualda bizə deyilir ki, DNT molekulundakı hidrogen rabitələrinin sayı 38 min. Timin nukleidlərinin sayı 7 mindir. Nukleidlərin ümumi sayını tapın. Hidrogen rabitəsi bərabərdir. Demişdik, 2 adenin və yaxud da timin ola bilər yerinə sayı bərabər olduğuna görə üstə gəlsin 3 dənə guanin. Düzdür. Hidrogen rabitənin yerinə 38 mini yazanda 2 dənə timin götürsək, 2-ni 7 minə vuranda 14 min, üstə gəlsin 3 dənə guanin. Buradan 3 guanini tapanda 38 mindən 14 mini çıxacaq. Yerdə qalacaq 24 min. Guanin sayda olacaq 24 mini 3-ə böləndə 8 min. Yəni guanin 8 min, sitozin 8 min. Timinimiz də 7 mindirsə, adenimiz də olacaq 7 min. Və bunları cəmlədiyimiz zaman 8, 8, 16, 7, 7, 14. Yəni cavabımız eləyəcək 30 min nukleotid. Bu şəkildə cavabımız olacaq 30 min. Beşinci sualda deyir ki, cədvələ əsasən x plus y bərabərdir sual. RNT molekulunun jurnal kodlaşdıran hissəsindəki nukleidlərin sayı 300-dür. Bu prosesdə bilavasitə istifadə olunan amin turşusu sayı 3 nukleotid bir amin turşusunu kodlaşdırdığına görə 300-ü böləcəm 3-ə 100 dənə triplet eləyəcək ki, bu da 100 dənə amin turşu deməkdir. X-in qiyməti olacaq 100. Nəqliyyat rentinin sayı ilə amin turşunun sayına bərabər. Amin turşunun sayına bərabər olur da, düzdürmü? Ona görə elə nəqliyyat rentinin sayı da 100-ə bərabər olacaq. Y-imiz də oldu 100-ədir. Cəmləyəndə bunları cavabımız nə qədər olacaq? 200 olacaq.
Altıncı sualda 18 ədəd makroelektrik rabitəyə malik ATF molekullarında azot əsası, pentoz və ortofosfat turşusu qalıqlarının ümumi sayını hesablayın. Bir ATF-də bir dənə azot əsası olur, adenin, bir dənə pentoz olur, riboza və 3 dənə də ortofosfat turşusu qalığı olur. Bir dənə ATF-də bu 5 ədəd olur. Bunların cəmi. 18-i də istəyirsə 18-i vurarıq 5-ə, alarıq 90 ədəd. Aa, burada diqqətsizlik elədik hocam. 18 ədəd makroelektrik rabitəyə malik olandır. 18 ədəd makroelektrik rabitə olacaq 9 dənə ATF-də. Çünki bir ATF-də 2 dənə makroelektrik rabitə var da 18-i 2-yə bölündə 9 dənə ATF edir. Ona görə biz 9-u vuracağıq 5-ə, cavabımız eləyəcək 45. Burada biraz tələskənlik elədik, diqqət eləmədik suala. 7-ci sual. Cədvələ əsasən X-in qiymətini tapın. Baxaq, DNT molekulunda pentozaların sayı 1000-dir. Yəni pentozanın sayı onsuz da nukleotit sayına bərabərdir. Yəni nukleotit sayı 1000-dir. İki qat hidrogen rabitələrinin sayı 200-dür. Demək bizim 200 dənə adeninimiz və 200 dənə timinimiz var imiş ki, ayrı-ayrılıqda. Bunlar arasında 200 dənə də iki qat hidrogen rabitəsi var imiş. Sitozin nukleotidinin sayını tapın. 1000-lə çıxaram 200 adeninin sayını, 200 dənə də timinin sayını. Yerdə qalar 600 nukleotid. Bu da sitozinlə guaninin cəminə düşür. Bunun da yarısı, sitozinin bu sayı guanin sayına bərabərdir də. Yəni, ona görə yarısı 300 dənəsi olacaq sitozin, 300 dənəsi də olacaq guanin. Yəni, cavabımız 300 eləyəcək 7-ci sualda. 8-ci sualda. Cədvələ əsasən X-i tapın. Çiçəkli bitkinin yarpaq sayısı 18 kvadrat metr, günün uzunluğu 15 saatdır. Həmən qlikozanın kütləsini taparam. M bərabərdir S vurulsun T. 18-i vuracam 15-ə. Bu da eləyəcək 270 qram glikoza. Bir fotosintez prosesində udulmuş karbon qazının miqdarı. Fotosintez reaksiyasına görə 6 vurulsun 44 qram karbon qazı udulanda 180 qram glikoza alınır. Bəs nə qədər karbon qazı udulanda 270 qram glikoza alınacaq? Buradan X-i tapsaq, X bərabərdir 6 vurulsun 44 vurulsun 270 bölünsün 180. Buradan da X-imiz olacaq 8-ci sualda. Cavabımız demək 396. 9-cu sualda selluloza haqqında düzgün fikirləri seçin. Polisahariddir. Birinci fikir doğrudur. Süd şəkəri də adlanır. Xeyr. O səhv fikirdir. Yəni süd şəkəri laktozadır. Hidrofob maddədir, bəli, suda həll olunur, doğru bir fikirdir. Lipidlərə aiddir, xeyr, karbohidratlara aiddir. Heyvan hüceyrələrində üstünlük təşkil edir, xeyr, bitki hüceyrələrində üstünlük təşkil etmiş olar. Elə cavabımız olur 1 və 3. 10-cu sualda həm siyanobakteriya, həm qırmızı bakteriyalarda fotosintez prosesində glikoz əmələ gəlir, doğrudur. Karbon qazından istifadə edir, karbon mənbəyi üçün bu da doğrudur. Oksigen əmələ gətirir, qırmızı bakteriyalar əmələ gətirmirdi. Hidrogen mənbəyi kimi H2S-dən istifadə edir, siyanobakteriya sudan istifadə edir. Bu da səhv bir fikirdir. Cavabımız yəni 1 və 2 olaraq götürüləcək 10-cu sualda. 11-ci sualda hidrofil üzüm maddələr seçin. Yəni suda həll olanlar. Bunlara aiddir glikoza və fruktoza. Yəni cavabımız 2-4. Normalda natrium xlorid də suda həll olur, amma üzvü maddələrə aid deyil. Onun üçün cavabımız 2-4 olacaq. 13-cü sualda doğru fikirləri müəyyən edin. Hüceyrədə ATP sintezi yalnız mitoxondrilərdə baş verir. Xeyr, plastidlərdə də, xloroplastda da gedə bilər, stoplazmada da baş verə bilər. Prokaryot orqanizmdirsə, hətta mezosomlarda belə gedə bilər. Ona görə birinci fikir doğru deyil. İkinci fikir, oksigenli tənəffüs prosesinin baş verdiyi bütün hüceyrələrdə mitoxondrilərə malikdir. Xeyr, bu fikir də doğru deyil. Mitoxondri olmasa da olar. Məsəl üçün, bakteriyalarda mitoxondri əvəzinə bu prosesi mezosom yerinə getirir. Ona görə bütün hüceyrələr deyə bilmərik.
Üçüncü sualda oksigensiz mühitdə yaşayan canlıların enerji təminatı glikolizlə həyata keçirilir. Bax, bu fikir tamına doğru bir fikirdir. Oksigenli tənəffüs onlarda baş vermir. Dördüncü sualda mitoxondriyada RNT sintezi baş verir. Bu da nədir? Doğru bir fikir hesab edilir. Ona görə cavabımız 12-ci sualda 3 və 4 olaraq götürüləcək. 13-cü sualda nöqtələrin yerinə uyğun gələn ifadələri düzgün ardıcıllığını müəyyən edin. Fotosintezin nöqtə-nöqtə fazasından nöqtə-nöqtə parçalanmasından ayrılan oksigen, suyun parçalanmasından ayrılan oksigen və işıq fazasında. Demək, 3 birinci olacaq. İşıq fazasında suyun parçalanmasından 6 ayrılan oksigen məhsul kimi, aralıq məhsul kimi də, əlavə məhsul kimi 5 xaricə çıxır və hüceyrənin tənəffüsü zamanı istifadə olunur. Ardıcıllığımız olur 3, 6 və 5. 14-cü sualda karbohidratların quruluşunu əmələ gətirən kimyəvi elementləri seçin. Karbon, hidrogen və oksigen aiddir bura. Yəni 1, 4, 5 aid edilir. Bircə dənə demişdik ki, xitində bir ədəd azot elementi var. Onu da istisna olduğuna görə sualda nəzərə alınır. 15-ci sualda nuklein turşuları iri molekullu təbii üzvi birləşmələrdir. Bəli, biopolimerdir, təbii üzvi birləşmələrdir. Hüceyrədə yalnız iki membranlı strukturların tərkibində vardır. Xeyr, prokaryot hüceyrədə deyək ki, sitoplazmada da ola bilir. Üstəgəl membran quruluşu ribosomun tərkibinə daxildir, nüvəciyin tərkibinə daxildir. Yəni xromosomun tərkibinə daxildir. Ona görə doğru deyil. Üçüncü fikirdədir ki, irsi məlumatların saxlanmasını və nəslə ötürülməsini təmin edir. Bu da doğru bir fikirdir nuklein turşuları üçün. Eyni növ monomerlərdən təşkil olmuşdur. Xeyr, fərqli növ. DNT-də 4 növ monomer, RNT-də 4 növ monomer var idi. Onun üçün cavabımız olacaq 1 və 3, 15-ci sualda. 16-cı sualda bizə deyir ki, zürafələrin biosintez zamanı baş verən prosesləri ardıcıl olaraq sıralayın. Birinci nə baş verir ki, məlumat elenti sintez olunur. Düzdür. 2. Sintez olunandan sonra sitoplazmaya keçəcək. 5. Sonra gəlib ribosoma birləşəcək məlumat elenti. 3. Ribosoma birləşmə nəticəsində nəqliyyat elenti ilə burada komplementarlıq yaradacaq. Və nəqliyyat elenti amin turşular ribosoma gətirəcək bunun sayəsində 1 və amin turşular polimer zəncirdə birləşəcəklər 4. Cavabımız 2, 5, 3, 1, 4 olacaq. 17-ci sualda kütlələri bir-birinə bərabər olan eyni növə aid iki dipçək bitkisindən biri A bitkisi 3 gün ərzində işıqda, B bitkisi isə 3 gün ərzində qaranlıqda saxlanılmışdır. Səhv mülahizəni seçin. B bitkisi qaranlıqda saxlanıbsa fotosintez edəməyəcək, yalnız tənəffüs edəcək, üzüm maddələri istifadə edəcək. Ona görə B bitkisi yuxarıya doğru qalxacaq, A bitkisi də ağır olduğuna görə fotosintez eləyib, üzüm maddə yaradacaq və çəkisi artdığı üçün A bitkisi tərəzidə aşağıya doğru düşəcək. Yəni, deyir ki, səhv mülahizəni seçin. Bu təcrübədən sonra tərəzinin tarazlığı pozulmuşdur, bu fikir doğrudur. A bitkisinin kütləsi artmışdır, bu da doğrudur. Hər iki bitkinin kütləsi azalmışdır, bu səhvdir. B bitkisinin kütləsi artmışdır, xeyr, azalıb. A bitkisinin kütləsi azalmış, B bitkisinin kütləsi dəyişməmişdir, bu fikir də səhvdir. Yəni, cavabımız səhv istədiyinə görə 3, 4, 5-i götürəcəyik. 18-ci sualda düzgün olanları seçin. Transliniasiya polinukleotit sintezi olunur. Xeyr, polipeptid sintezi olunur. Transkripsiya 5 növ nukleotid iştirak edir. Xeyr, 8 növ nukleotid iştirak edir. DNT-də 4 növ, RNT-də 4 növ. Transkripsiya mitoxondriyada gedə bilər. Bu doğru bir fikirdir. Götürdük. Transkripsiya xloroplastlarda gedə bilər. Bəli, ribosomun varidi baş verə bilər. Götürdük. Transkripsiya eukaryotlarda sitoplazmada gedə bilər. Xeyr, gedə bilməz. Bu səhv bir fikirdir. Götürmədik. Transkripsiya prokaryotlarda sitoplazmada gedə bilər. Bəli, doğru bir fikirdir. Bunu da götürdük. Cavabımız 3, 4 və 6 olacaq. Sonra 19-cu sualda
Bir hansı mülahizələri RNT-nin hər üç növünə aid etmək olar? 5 növ azot əsasına malikdir. Xeyr, maksimum 4 növ azot əsası var. Bunların tərkibində DNT-nin üzərində sintez olunur. Bu doğru bir fikirdir. Karbohidrat ribozadır. Bu da doğrudur. Hidrogen rabitələri olur. Yalnız nəqliyyat RNT-də olur. Zülal sintezində iştirak edir. Hər üçü zülal sintezində iştirak edir. Bəli. Cavabımız 2, 3, 5. 2, 3, 5. Yəni zülal sintezində məlumat renti ribosoma zülal haqqında ilkin məlumatı daşıyır. Nəqliyyat renti amil turşunu daşıyır. Ribosom renti isə ribosomun tərkibini əmələ gətirir və zülalın necə sintez olunacağını e, elə bil ki ribosoma göstərir. Yəni o məlumat da o ribosom rentisində olur. Cavabımız ona görə 2, 3, 5-dir. 20-ci sualda zülalların biosintezinin transkripsiya prosesi ilə bağlı düzgün fikirləri seçin. Transkripsiya ilə bağlı. İki membranlı orqanoidlərdə gedə bilər, doğrudur, baş verə bilir. Yəni DNT-si var, DNT-dən RNT sintez oluna bilər də. Prosesdə 4 növ azot əsası iştirak edir, xeyr. Həm DNT, həm RNT iştirak elədiyinə görə 5 növ azot əsasının hamısı iştirak edə bilir. Polisomda gedə bilər, polisomda transkriasiya gedir, transkripsiya yox. Stoplazmada gedə bilər, bu e, prokaryot orqanizmlərdə gedə bilir. Yəni ona görə bilər dediyinə görə doğru götürdük. Demək, prosesdə polipeptid sintez olunur. Xeyr, amma polinukleotid, yəni RNT sintez olunur. Ona görə cavabımız 1, 4 və 6. 1, 4 mü? Bəli, 1, 4 və 6 olaraq götürəcəyik biz cavabımızı. 21-ci sualda uyğunluğu müəyyən edin. Demək, polipeptid, polinukleotid və ortaq olan quruluşunda hidrogen rabitəsi ola bilər. Polipeptid elə bir ki, zülaldır. Zülal. Polinukleotiddə, məsəl üçün, düşünək DNT-ni kimi. Hər ikisində hidrogen rabitəsi ola bilir. Zülalın ikinci quruluşunda da olur. DNT-də də iki zəncirlər arasında ola bilir. Ona görə ortaq olaraq 2-yə atdıq A-dan. Bilavasitə transkripsiya prosesində sintez olunur. Bu zülala aiddir. B 1-ə aid oldu. Quruluşunda makroelektronik rabitə ola bilər heç birinin. Viruslarda olur. Həm zülal olur, həm də ki DNT və yaxud da RNT, polinukleotid olur. Yəni ona görə D-ni atdıq 2-yə. Monomerin quruluşunda monosaxarid vardır. Bu da polinukleotiddə olur ki, yəni DNT-nin nukleotidi hər hansısa bir nukleotidin tərkibində dezoksiriboza var. RNT-nin hər hansısa bir tərkibinə daxil olan nukleotidin tərkibində riboza var. Yəni bu şəkildə. Ona görə yeni də aid edirik 3-ə. Demək 1-ə B, 2-yə A, D, 3-ə Y aid edilmiş oldu. 22-ci sualda uyğunluğu müəyyən edin. Fotosintezin işıq fazası və oksigenli tənəffüs. Gəlin baxaq. Su fotolizə uğrayır. Bu fotosintezin işıq fazasına aiddir. 1-ə A. Su turşusu hidrolizə uğrayır və oksigenli tənəffüsə aiddir. 3-ə B. Atomar hidrogen əmələ gəlir. Hər ikisində atomar hidrogen əmələ gəlmiş olur. Ona görə 2-yə C. ATF sintezi baş verir, hər ikisində baş verir. 2-yə D. Karbon qazı əmələ gəlir, bu da oksigenin tənəffüsə aiddir. Y bəndi. Demək, 1-ə A, 2-yə C-dir, 3-ə B, Y. Gəldik 23-cü sualı. Enerji mübadiləsinin ikinci mərhələsi, yəni glikoliz və enerji mübadiləsinin üçüncü mərhələsi, yəni oksigenli parçalanma. Mitoxondriyada baş verir oksigenin parçalanma. 3-ə aid oldu. Oksigen iştirak etmək üçün oksigensiz mərhələdə adlanır. 1-ə aid oldu B, glikoliz. Pirozin turşusu əmələ gəlir glikolizdə. Pirozin turşusu əmələ gəlir, sonra süd turşusuna çevrilir. İstilik enerjisi ayrılır hər ikisində. İkinci mərhələdə 120 kilojol, üçüncü mərhələdə 1160 kilojol. ATF sintezi baş verir. Hər ikisində də elə ATF sintezi baş verir. Glikolizdə 2 mol, oksigenli parçalanmada 36 mol.
Demək, 1-ə BC, 2-yə DY, 3-ə də A olacaq bizim cavabımız. Belə, əzizlərim, bu dəfəki test izahlarımızdan da bu qədər. Sağ olun, hələlik.